Axşamınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Hər birinizi salamlayıram. Gözəl qardaşlar, gözəl bacılar, əziz böyük ailəmiz. Biz sizlərə bugün həyatımızda Cəsarət qardaşın evində gördüyümüz gözəl, möhtəşəm işlərimizi çəkib göstəririk. Hal-hazırda Cəsarət qardaşın evinin tikintisi məqsədi ilə 4-cü maşın mişardaşımız gəlir. 4-cü maşın. Bugünkü gördüyünüz maşının içərisində 750 ədəd mişardaşı var. Bu mişardaşını əziz dostlarımız, bizim çox dəyərli, qiymətli xeyriyyətçi əmimiz, Rusiyanın Narınski şəhərində yaşayan, əslən Gədəbəy rayonunun Söyüklü kəndinin sakini olan Vidadi əmimiz tərəfdən alınır. Vidadi əmimiz salam, sabahın xeyir. Vidadi əmimiz bundan əvvəl də Cəsarət qardaşının evinə bir maşın qum almışdı. Hal-hazırda da Vidadi əmimizin aldığı qumu hələ də işlədirik. Mən hər bir izləyicidən, hər bir tamaşaçıdan, hər bir bu çəkilişi görən insandan yeganə xahişim odur ki, bizim bu dəyərli ağsaqqalımız Vidadi əmmimizin ünvanına xoş dualar edəsiniz. Allah Vidadi əmi kimi əmilərimizi həmişə var eyləsin. Allah onları elimizdən, obamızdan, böyük ailəmizdən heç bir zaman əski etməsin. Bəli, Vidadi əmi kimi əmilərin sayəsində biz nə qədər kasıb, ehtiyacı olan insanlara yardım göstərmişik, nə qədər ehtiyacı olanlara digər yardımlar eyləmişik. Vidadi əmmimiz bizim kanalda hər cür yardımlar göstərir. İstər xəstələrimizə, istər başqa ehtiyacı olanlara və hələ xüsusta ev tikintilərində Vidadi əmmimizin çox böyük köməyi, çox böyük rolu var. Daşımızı isə layihəmizə daimi daş gətirən bizim çox dəyərli qardaşımız Ağdamlı balası, şəhid oğlu Natiq qardaşımızdır. Namik qardaşımızdır. Allah cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Atası 1-ci Qarabağ müharibəsinin şəhididir. Oğlu isə hər zaman atasına rəhmət oxutdurur. Gözəl əməlləri ilə. Yəni ki, sosial yönümlü işlərimizdə bizə xidmət göstərir. Yəni daşımızı bazar qiymətindən 2-3 qəpiklə aşağı qiymətə gətirir və ən gözəl, ən keyfiyyətli mişar daşını. Hörmətli izləyicilər, biz onsuz da hər bir işimizi keyfiyyətlə həyata keçirdirik. Yəni keyfiyyət sizlərin bax bu dəqiqə gözünüzün önündədir. Yəni bunu sözdə yox, biz bunu sadəcə olaraq öz əməlimizdə, öz işimizdə göstəririk. Yəni ki, atalar deyir, görülən dağa, görülən kəndə bələdçi lazım deyil. Bəli, hal-hazırda siz özünüz də görürsünüz ki, sanki elə bir naxış, sanki elə bir karandaşla rəssam əsər yazıbdır. Bu da mişardaşının gözəl və standart olmasıyla irəli gəlir. Dəstək olağın, videomuzu bəyənib, paylaşıb, kanalımıza abunə olağın inşallah. Kaldırsan. Kaldırsan. Sağ ol Vidadi əmi, ürəyinin qadasını alın. Vidadi əmimizin yardımları bununla qurtarmır inşallah. Vidadi əmi yenə öz yardımlarını davam etdirəcəkdir. Əziz dostlar, Vidadi əmimiz yenə öz yardımlarını davam etdirəcək. Siz xahiş edirəm daşa diqqətlə baxın. Sayını, əziz dostlar, saya diqqətlə yetirin. Bax, bunu belə çəkirəm ki, siz bunun sayını görə biləsiniz. Başı çıxanlar, dönə-dönə xahiş edirəm. Bax, saya verin. Yəni, cərgələri enində, uzununda yəqin ki, ekranı bir anlıq yandırır, saya bildirir. Bu səs, əziz dostlar, bu səs ən gözəl səsdir. Bu səs qürur verici səsdir. Bizim kanalımızda bu səslər tez-tez gəlir. Hər ev tikiləndə ən azından 3 və 4 maşının belə yük boşalma səsi
gəlir. Bu qürur verici səsdir. Bu həqiqətən qürur verici səsdir. Niyə? Çünki bu səsi çıxaran insanlar ya cəsarətin, ya Elşənin və yaxud ya yetişdirən heç bir kəsin doğması deyil. Yəni ki, heç bizləri həyatda bəlkə də indən sonra görməyəcək insanlardır ki, amma onlar öz halal zəhmətləri ilə, öz qazançları ilə ehtiyacı olanlara yardım edirlər. Bir yerde olmuş. Salam Elxan qardaş. Namik. Yine Allah Elxan deyil. Namik qardaş. xeyir versin. Atam da döyüş yola şimdi Nə çıkıyor. gözəl, nə gözəl. Allah xeyir versin. Amin Allah. Amin Allah xeyir versin. Allah bütün şəhidlərə rəhmət eləsin. Malımız göz qabağında. Allah xeyir versin. Ben diyəcəklərim bu qədər. Təşəkkür edirəm sən sayınca. Cəsərə sabahın xeyir olsun. Vidadi əmimiz tərəfdəndir. Növbəti Allah yardımıdır. başına Bundan min əvvəl də qat versin. bir maşın qumun almışdı. İndi isə Allah eksik eləməsin. Daşı Allah aldı. evlatlarına çox görməsin. Allah balalarını xoşbəxt eləsin. Amin. Əmi bildirir ki, inşallah yenə yardımlarım olacaqdır. Cəsarət. Deyir, ürəkli olsun, mən cəsarəti çox istəyirəm. Allah da sizi Cəsarətin üzünə baxanda mənim deyir, həqiqətən də ürəyim ağrıyır. Cəsarətin zəhmət Ağrımasın, keçdiyi, ağrımasın. cəsarətin üzünün çizgisindən göstərir. Allah ömür versin, Allah can sağlığı versin. Allah Bu səndə böyük eksik bir eləməsin qardaş. köməkdir, böyük bir hünərdir. Həqiqətən Vidadəmə bu böyük bir hünərdir. Qoy bu çəkilişi, TikToku izləyən insanlar da görsün. Əziz TikTok izləyiciləri, bilirəm, sizin 99%'ınız belə şeylərə bəlkə də nifrət edirsiniz. Həqiqətən deyirəm, nifrət edirsiniz ki, şəhid qapısında, bax, bura şəhid ocağıdır. Şəhid evi tikmək, şəhidin qapısında iş görmək, kasıba kömək eləmək hara? Biz hara? Bu 99% TikTok'ta izləyən insanlara aiddir. Bunu qorxmadan, çəkinmədən, altın cızaraqdan deyirəm. Çünki TikTok'a videolar qoyuruq, 1 milyon, hətta yarım milyon belə baxışlar baxılır, amma bir adamdan yardım gəlmir. Təsadüf halda TikTok'dan yardım gələr. Amma YouTube'da bizi, videolarımızı ən yaxşı halda 10.000 insan izləyir, amma onların içərisində yüzlərlə oğullar, yüzlərlə xanımlar ki var, onlar meydana atılıb öz köməyini, öz yardımını göstərir. Məhz o yüzlərlə yardım edən YouTube izləyicilərimizin sayəsində biz 26-cı evi tikirik. Özü də elə belə evlər tikmirik. Bunu YouTube izləyicilərimiz çox gözəl bilir. Tikdiyimiz evlərin minimum qiyməti 60-65 min manat dəyərində olur. Yəni ki, evin içərisinin bütün mebellərinə qədər, bütün əşyalarına qədər, qab-qacağına qədər, ustaların tikinti zamanı yeməyinə, içməyinə qədər biz bu işi görürük. TikTok izləyiciləri. Bilirəm, bu mənasız bir şeydir. Mən sizə nə qədər də dəvət eləsəm, nə qədər də xahiş etsəm ki, gəlin bizim YouTube kanalımızda abunə olun. Bu işlərdə siz də zərrə qədər də olsa maddi dəstək olun, onsuz da bunu etməyəcəksiniz. Çünki siz 90%'ınız TikTok'da ondan ötərisiniz ki, bu bəzi üzdən iraqlara, bəzi başıboşlara, bizim bu millətin yeri gələndə adını aşağı salacaq insanlara siz dəstək olursunuz. Siz onları sevirsiniz. Artıq onlar sizin çoxunuzun TikTok izləyiciləri, inciməyin sözümdən, olanı deyirəm. Çünki baxıram da, bir üzdən iraq, üzr istəyirəm mən YouTube izləyicilərimdən də. Bir üzdən iraq bir canlı açır, hansısa bir qadın adına xələl gətirən birisi sinəsini açır, nümayiş elətdirir. Nümayiş elətdirir, ona bir canlıda neçə min manatlarla hədiyyə atılır. Amma bir qazimizi, veteranımızı biz TikTok'da canlı efirdə çəkmişik, ona yardım istəmişik, hamınız, heç biriniz yardım eləməmsiniz, nifrət eləmsiniz ki, qaziyə nəyə görə biz kömək eləməliyik, qaziyə biz nəyə görə yardım eləməliyik. Bax, mən həqiqəti deyirəm, heç bir TikTok izləyicisi məndən buna görə inciməsin. Və gördüyünüz kimi, əziz dostlar, Sakit qaqamız öz
əlləri ilə, öz halal qazancı ilə aldığı məhsullarla hazırladığı yemək içməyini gətirib bu günlərin bizim ustalarımıza. Sabahın xeyir Sevinç, necəsən? Çox sağ ol, var ol. Və böyük ailəmiz, nəvəmiz, hal-hazırda bizim Nərgiz nəvəmiz bizim gözümüzün önündədir. Nərgiz nəvəmizi yaxşı tanıyırıq. Elə Vidadi babası da, bütün babaları, əmləri bu balanın dünyaya gəlməsi üçün yadımdadır. Nərgiz bala yadımdadır. Çox böyük əziyyətimiz oldu ki, balamız inşallah sağ-salamat, indi şükür, Rəbbimizə şükür. Allah, Sakit qardaşım, qazancını bol eləsin, Allah ürəyinə görə versin. Bura qoy, başına dön, bura qoy. Sakit qardaşımız, əzizlərim, öz halal zəhməti ilə, öz əl qavarı ilə qazandığı puldan baxın görün nə gözəl. Həmi 3 bacı dolması pişirtdirib, özdə nə boyda yol qəhd edib bura gəlib. Yəni Sakit qardaşın yaşadığı ünvan rayonun ən ucqar kəndlərindən biridir. Nərgiz, gün o gün olsun nəvə qucağına alasınız. Çox sağ ol qardaş. Ay Nərgizim, Allah səni qorusun. Allah səni, madem çay hazırlan. Bu dəqiqə. Like verən, dostlar, like verən, videomuzu daha çox insanlar izləyə bilsin. Tortumuza qədər Sakit qardaşımız hazırlatdırıbdır. Tortumuza qədər, əziz dostlar, qardaşlar, tortumuza qədər gözəl, əziz dostlar, tortumuz da gəlibdir. Əladır, bu Sakitin böyük ailə. Ona elədiyimiz yaxşılığın göstərdiyi göstərisidir. Baxın, nə gözəl. Nərgiz, bunları yavaş-yavaş boşalt bura. Sakitin getdiklərini, bax, bura boşalt, mən görmək istəyirəm. Nərgiz, onu qəşəng bir həvəslə, ürəklə, bax, bunu dəyim, onu gördüm. Bax, oradan, bu hələ gəlir, yeməklər dayansın, soxdur. Bəh, özdə nə gözəl. Sevinç, Allah ev qazanlar özlüyün ola. Özümündür. Halal olsun. Özüm almışım. Halal olsun. Kişinin qızı halal olsun. Halal olsun. Sakit, onu al özün sən canım. Qoşaq Nərgiz biraz həyəcanlandı. Həyəcana ehtiyac yoxdur. Həyəcana həqiqətən ehtiyac yoxdur. Tələsmə. Bu Nərgiz boşaltsın. Mənim tamaşasını niyə görməsin Sakitin bu mərd ürəyini? Niyə görməsin mənim tamaşaçılarım Sakitin bu mərd ürəyini? Salfetkasına qədər halal olsun. Hələ bura belə gələnlərin hamısı var olsun, söhbət yox. Biri-birindən fərqli gəlir. Gələnlər biri-birindən fərqli gəlir, amma sakit, kasıb, amma mərd olduğunu bir daha burada göstərir. Bəli, növbə-növ soflarına qədər tamaşaçılarım görsün. Mən istəyirəm ki, mənim tamaşaçım hər bir gözəlliyi görsün. Pomidor xiyarına qədər. Baxın, əziz dostlar, minimum 150, 160, 200 manatlıq ümumilikdə bir süfrədir. Bunun üçün siz cütlüyə sonsuz təşəkkürümü bildirirəm. Hələ mən demirəm, böyük ailə, Sakit Cəsarətin evində beton başını və beton başından sonra da 2 daşı hörəcək. Hörə bilərsən 2 daşıdır. Bəh. Bu bilirsiniz nə qədər pul eləyir, əziz dostlar. Bu artıq eləyir ən azı 600 manat, 700 manat pul. Bax, bunu Sakit təmənnasız edir. Bilirsiniz niyə edir? Çünki sizlərin etdiyiniz yardıma, sizlərin bu vaxtında Sakitin çətin günündə Sakitə qucaq açdığınız üçün bunu edir. Ki, yəni, zamanında mənim ehtiyacım var idi, böyük ailə mənə əl atdı, böyük ailə mənə qucaq açdı. O bəzilər kimi, üzr istəyirəm ifadəmə görə, məni bütün analar bağışlasın. O bəzilər kimi peysərə vurub yaşamır. Bilirsiniz, əziz dostlar, peysərə vurub yaşayanlar var. Bu günlərim mış kimi, bu günlərim sıçan kimi girib sıçan deşiyinə. Yəni, duxu çatıb, mərifətə çatıb bugün bir qazan yeməyə bura pişirib getməyə duxu çatmır. Demirəm, ay imkanı çatmır. Sadəcə olaraq duxu çatmır. And ola aləmlərin Rəbbinə duxu çatmır. Kişiliyi çatmır.
Çünki evdə sözü keçmir. Kişinin sözü keçər. Kişinin ağzının zaptası olar ki, deyər ki, bugün bu işi görməliyik. Amma onlardan fərqli olaraq Sakitin kişiliyi də çatır, mərifəti də çatır, ağzının zaptası da çatır. Mən inşallah Sakitə də demişəm, bunu heç vaxt da gizlətmirəm də, demişəm Sakitin yolu həddindən artıq uzaqdır, yəni rayon mərkəzindən çox uzaqdır. Ucqar bir yerdə yaşayır. Demişəm inşallah, ha vaxt evinə bir müştəri düşərsə, ha vaxt onu bir 10 minə, 12 minə sata bilərsənsə, biz sənə inşallah Dəymadağlıdan və yaxud Şirvandan və yaxud Kətərbaraddan bir yüngül 2 sot torpaq alıb, Allahın iznindən 2 otaqlı ev tikəcək. Bu gələcək planlarımızda var. Bunu heç vaxt da gizlətmirəm. Sakit çünki hər an haya çatandır. Hər an meydanda olan birisidir. Elələri var ki, bayaq qeyd etdim, hər şeyin yaxşısını əldə etdi, amma bir dəfə qeyrəti çatıb, bir dəfə kişiliyi çatıb, ortalığa çıxmadı. Bu bizim bəlkə də həddən artıq saflığımızdan irəli gələn bir iş oldu. Bəlkə də insanları tanımadıq. Bəlkə də bu mənim cobuz səhvim oldu. Vaxtında, zamanında tamaşaçılar deyəndə ki, bəsdir. Erşən bəsdir. Həddən artıq o lazım deyil. Bəlkə də bu mənim böyük səhvim deyib, yox. Səhvlərimi düzəldərəm. Səhvlərimi düzəldərəm Allahın izinlə. Sakit var olun. Əllərinizdən öpürəm. Bugün sizin bura gəlişiniz ən birinci mənim başımı uz eləməyinizdir. Ən birinci mənim başımı uz eləməyinizdir. Bugün sizin bura gəlməyiniz o zamanında siz Gəncədə, klinikada yarım saata qədər 1500 manat pul lazımdır deyən moment mən meydana açılıb gəlin Sakitə kömək eləyəyin. Bəlkə də o insanların içində, ürəyində elə oğlanlar, insanlar oldu ki, şirəşkə vallah dəyməz. Amma bugün sən göstərdin ki, yox, dəyərmiş. Mənim dar günümdə, çətin günümdə mənə əl atmağa dəyərmiş. Mən də sizin çətin gününüz deməzdim. Bu Allah'a şükür bizim çətin günümüz deyil. Nə olub ki, şükür Allah'a. Amma lazım olan günümüzdür. Bugün lazımdır meydana atılmaq. Bugün meydanda olmaq lazımdır. Siz amma bunu göstərdiniz ki, bəli, lazım olanda meydandayam da necə lazımdır? Əlbəttə, mən də buradan böyük aləmi salamlayıram. Allah hər birindən razı olsun. Nə yaxşı ki varsınız. Hər birinizin əllərinizdən öpürəm. Allah ballarınızı xoşbəxt eləsin. Çox sağ ol, Sevinç. Uca səslə. Böyük ailəmizi salamlayıram. Allah hər birini qorusun. Bizim bu borcumuzdur. Çünki bizim çətin günümüzdə siz bizim yanımızdaydınız. Var ol, var ol. Allah səni də qorusun, Elşən əmi. Çox sağ ol ki, bizə hər dəfə maddi mənəvi dəstək olmuşsun. Biz onu heç vaxt itirmərik. Sağ olun. Allah ürəyinizə görə versin. Siz bizim necə deyirlər, kanalımızın son beşiyisiniz. Yəni kanalımızda ən gənc ev tikilən ailədir, ən gənc. Amma o bəlkə də yaşca böyük olanlardan çox böyüklər bunlar. Əməlləri ilə, hərəkətləri ilə. Yəni hər şey yaşla ölçülmür. Hər şey yaşla ölçülmür. Nəysə. Allah ürəyinizə görə versin. Sevmiş. Qazanlarına görə də xüsusi təşəkkürümü edirəm. Sağ ol, sağ ol. Halal olsun. Halal olsun. Qadının ehtiyatı qadının andol Allaha yaraşığıdır. Yəni deyirəm yaraşığıdır böyük ailə. Qoy göstərim. Deməyin Elşən nədən danır. Bu qadının and olsun Allaha qazanı. Ümumiyyətcə qadının hər zaman əlində, evində belə şeylər olmalı. Bəlkə də bunu sən kreditlə, bəlkə də bunu Sakitdən mat ala. Kreditlə götürmüşəm. Bəs salam da, yəni mən deyirəm ki, bax, əsl gözəllikdir. Gözəl. Allah canınızı sağ, ömrünüzü uzun eləsin. Çox sağ ol sizə. Allah qazancına min bərəkət qatsın. Hə, gözəl. Nərgiz, bunu yığışdırın buradan, buranı boşaltın. Abed vaxtı inşallah abedimizi gətirəcək. Nərgiz balemdə, Nərgiz dəvəmizdə. Aptəqidi. Boş, nə dinləyirəm? Maçı verməyəcəm babaya sən. İndi geçən babaya maçı verməyəsən sən. Verməyəsən. Ne deyirəm? Vermə. Bir sürü verərsən, boşuna dönərəm. Allah qorusun. Allah sizi var eləsin inşallah. Hə. Allah çox xeyir versin evimizi. Özünə sarı tut, özünü çəkkinə. Sən indi gəlmirsən, biz buradayıq. Çək özünü. Gəlmişsən, nə oldu? 8 gündən sonra gəlmişsən, gəldin, kameranı mənə düşmüyorsan. 8 gündür sürü İbat qakamız.
papağanı sen karşı. Zatını verdin. Papağanı gelmişim cesaretçinin evine, çekilişine. Biz ne emirsen çekil. Ama elə əsas sənsən də, nəmi? Əziyyət çəkən sənsən. Ya onsuz da biz məşhuruz. Bizi məşhurlaşdırmaq lazım deyil. Biz öz sahəmizdə məşhuruyuz, ay bırak. Artıq 35 il. 35 il. Allah canınızı sağ eləsin. Hə, gözəl ailəmiz, böyük ailəmiz. Evimizdə yekunlaşmaq üzrədir. Gözəl işlərimiz. Cəsarətin məharətini bir saatdan sonra baxayıq inşallah. Cəsarət, pası biraz tezləşdir, çox çıxı yazır. Nə qədər mənim başıma dönüm, bekarəcətləşdir. Bizi millət gözləyir. Hə, məni yol təmin alırsan. Verə sakit işə də buradan da nə sakit iş öz eləyəcək. Səni bilmirəm, mən nə yapırsan. Orada bir kəmin girəcəm. Sən yerə soxulmun suyun atmayacaq, hə? Sağ olsun İbad qaqamızı da yenə də öz dəstəyini, köməyini göstərir. Sağ ol Aybad, Allah canını sağ eləsin. Onunla başıma bir kapattı buraya işte. Ben telefonda bizden geldim. Dünyanın kişinin mağaram kişinin. Mən də bu suyla biraz götürürüm. He götür çok güzel. Çox güzel, götür. Bir vedra götür koy qırağa. Sağa gəlir qaqazək, nə var? Ha, nə yapacaq oldu da, baxın. Orada da Qasım'ın dikimində o. Bəli, bəli, gözəl evimizdir. Allahın izni ilə yekunlaşmaq üzrədir. Mən də buradan böyük ailəmizi salamlayıram. Allah hər birinin balalarını xoşbəxt eləsin. Nə yaxşı ki, böyük ailəmiz var. Nə yaxşı ki, sizlər varsınız. Allah hər birinizdən razı olsun. Vallahi, yəni çox dəstək oldunuz bizə də. Bizə hədsiz çox dəstək oldunuz. Allah hər birinizi qorusun. Allah hər birinizi var eləsin. Nə yaxşı ki, sizlər varsınız. Əlli neçə günə, nə tər, necə, yəni əlli işlər var da. Onları yanına bildik, sonra qaranlıqlar. Bəli, demək olar ki, hər gün asılır. Canlı yayımız hər gün asılır. Bizlər nə qədər ki, öz işimiz gedir və bundan sonra da nə qədər ki, işimiz gedir. Mümkün qədər qanımızı... Bax, sən nədirsən, oturmalısın. Çox əsəsən. Bax, nədirsən, bax, oturmalısın. Mən belə şey deyirəm. Yemir. Havaya atıp tökülür. Elə, o belə boş. Hə, elə. Gəlin, hər birini sizdən xahiş edirəm. Gəlin, dəstək olağın. Allahın izni ilə evimiz də yekunlaşsın. Bu evimizdə təhvil verəyin Allahın izni ilə. Hər biri sizin sayənizdə. Hər şey sizin sayənizdə. Gözəl aləmiz. Hər şey sizin sayənizdədir. Qazanız alaram. Hər birimiz dəstək olağın. Hər birimiz dəstək olağın. Bu evimizdə yekunlaşdırağın. Cəsarət qardaş yığışsın evinə. Sizin qadanızı alın. Nə yaxşı ki, sizlər varsınız. Tortumuz da kəsilir. Gözəl izləyicilər. Elə bugün kimlərin doğum günüdür. Elə doğum günü olan insanların şərəfinə kəsilib tortumuzu. Böyük ailədən kimlər doğum günü qeyd edirsə təbrik edirik. Onlara Allah'tan uzun ömür, can sağlığı arz edirik. Sağ olsun Sakit qardaşımız torta qədər hazır. Cəsi. Pajiz necəsi? Bəlkə buna pajiz necəsi deyək? Pajiz necəsi? Eləmə bilərlər. Haydi. Cesaret geçti. Otur. Dostluq eləmisən, eyləmə. Uzun alır. Dəstək olağın, dəstək olağın. Tortdan basan Sakit ona bu üzə gətir. O bu dəqiqə bayarmağının 5'ində basacaq o tortu. Nədir? Qızlar hangi?
Gəlin dəstək olağın dostlar və qardaşlar. Allah sizləri həmişə var eləsin. Nə yaxşıdır Xorsana? Nə yaxşıdır Xorsana? Xətrinə deyək ki, orada Nərgizin bir şey artsan sorun var. Çoxma verin. Aslına da getdi də. Tarih ona yüz. Sonra sən də demirdin mənim tuşum var. Sən mənim tuşumu başıma alım. Sağ ol. İşinə düşüm sən sayı. Yox, şübhəm hələ ki. Limon sana bir tane diyecektim. Yazık kız, şimdi nasıl mı? Ha, ona deyirəm bəli, xeyr. Atım mən sən kinirdim. Evet. İki tane stol var. Bu. Onu güzel. Tamam, onu güzel. Ağzından olacak ya, içinden buradan götürecek. Evet. Nazım nerede değil? Hadi, bunları vur o tarafa göre. Bu iki tane vur o tarafa.
Taxtanın izi yox ya. 6 metrlik taxtanı belə atsam, burada nəsə durmamışdı orada. Bir dənə bu vursam, bu gödək yeri tasaq. Buradan ne? Bana içindən vurarsam, bunun içindən vurarsam. Aleyküm salam. Aleyküm salam olsun. Elşən qardaş. Sayır. Elşən sayır. Aleyküm salam. Bəli, bəli. Siniyyət dedi. Qırıntılar da istifadə olunur. Bir bak, benim üstü olmayan qadana. Ya Allah özün kömürlü. Dəstək olan qardaşlar, bacılar. Kömək ya. İba, başına dönüm. O WhatsApp telefonumu verim ha. Buradadır dədə, getmə. Orada qoymuşam orada. Pulkun üstə. WhatsApp'ı bir hava bilsin yox. Gelip taptanı götürürlersen orada. Ona var ya. Bir laf tavuk oldu. Boşadan bir tavuk oldu. Gözlə. Ne olmaz? Stol koyacağım, telefonları koy verin, ne rahat olsun. Nə stolu? Stolda telefonları koymak. Var elə bir stol. Ha, niye? Efiri beğene, efiri paylaşaq. Dəstək olaq. Hadi onunla oynama da kadın get bura palç getirme. Qəsarət, falsığa gedir. On sonra dönüyor. Oradan verir getir. Sen tökürsen bize tökür. Önden 2 dəfə sonra. Oldu bak. Yok oradan tabakı verir. He. Bura tavakla gelmemiş ya. Dönüşdə demirsən cəsarət gəl. Cəsarətin vaxtı olur ki, dəqiqə. Ha? Cəsarətin vaxtı olur ki. Allah saxlamış görürsə, qara tüstü bıraxır. Hə, o yanacaqdandır qaqa. Yəqin şiriyir. O yanacaqdandır. Dəstək olaq dostlar, bu gözəllikdə görülən işimizə maddi dəstək göstərəyin. Bu gözəllikdə görülən işimizi maddi tərəfdən də dəstəkləyin. Hörmətli izləyicilər, əziz qardaşlar və bacılar. Xahiş edirəm, kimin nəyə imkanı gücü satır, maddi dəstək olağın. Başıma gəlmə. Görüntü necə gəzlər? Səs, görüntü. Mən bir dənə xahiş edəcəm. Bu xahişi yerinə yetsəniz
sizin ölənlərinizə rəhmət oxuyacağam. Xahişi yerinə yetsəniz, sizə bir ömür boyu duaçı olacağam. Elə bilirəm yerinə yetirəcəksiniz. Yetirməsəniz də mən heç nə deməyəcəm. Sakitcə duracağım. Sizlərdən xahiş edirəm. Kim bu canlını izləyirsə, bir dənə İsmaili qaçsın, görün mənim bu canlımda kimlər var. Bir dənə İsmaili, yəni bu canlını izləyənlər, bir dənə İsmaili qatın bilinmək. Sadəcə olaraq bilmək istəyirəm ki, canlını kimlər izləyir. Elimdar qardaşım, salamlayıram. Allah səni o gül balalarını qorusun inşallah. Elşən və salam balaları. Bax, kim izləyirsə bir dənə İsmaili qatsın. Ayrı heç də demirəm. Bilmək istəyirəm, görün bu 142 nəfərdən kimlər var burada. İsmaili qatsanız kifayət edir. Bilmək istəyirəm də mən də insanım. Bilmək istəyirəm ki, mənim izləyicilərim kimlərdir burada. Şeyhan hə. Günləri bir İsmaili də çox görürəm. Görən izləyicilər varmış bizə. Oğraş yalan deyəni. Bir dənə İsmaili də çox görən varmış. Axmadılar. 142 nəfər izlədi amma çox az bir adam İsmaili qatdı. Ona aparanda deyir o vedrasın lokalın korona olsunlar. Sərdə bir şey yok. Çok olmadı, 100 nəfər bir İsmaili qatmadı. Baxırsınız amma bir dənə İsmaili də atmışdı. Belə dəhşətdir. Bu dəhşətdir. Adam buna dözə bilmir. Pul istəmirəm, yardım istəmirəm, like istəmirəm. Bir dənə İsmaili atın, bilim, mən bilmək istəyirəm ki, canlımı kimlər izləyir. Siz bunu eləmədiniz. Canınız sağ olun. Günel Həsənova, hər zaman izləyirsiniz. Sağ olun Günel abi. Rəhman qardaş, sağ ol. Biruddin, çox sağ ol. Deyirəm dünyamı, sağlığına min qismət, çox möhtəşəm ev çıxacaq. Möhtəşəm, möhtəşəm. Amin. Çəkdiyi əziyyətlər yoldan çıxacaq. Çox sağ ol İlkin qardaşım, çox sağ ol. Hə. Elmir Gürcistanlıya ateşli salamlar. Sakit almadı canım. Çok sağ ol, Ali Kerim bu. Ali kardeş, çok sağ ol. Sakit. Rejder kaldı. Elşən Sayıb, əzizim, biz burada nətər demiş, şillə ilə üz ağardırıq. Əzizim, siz bunu necə mi başlayın? Ustalıq burada haramçılıq nə iş var ki? Deyir, ustadan halallığı alın, düzgün iş görmürsünüz. Burada səhv nə iş görür ki? Elə bir beton başı töhmürük də, evimizi beton başı töhmürük. Burada qeyri-adi iş var ki. Usta da görür ki, biz bunu manat qopa yığırıq. 3 saatda canlaşmışıq, hələ 100 manat yığmamışıq. Ustanın burada heç bir narazı salacaq şey yoxdur. Bitmişdik otur. Beyala taxtar qoyarsan. İstəmirəm. Hava. İstəmirəm. Yəni belə şeyləri yazmağın da vallahi adı yoxdur. Yəni ustanın pulu kəsilmir, ustanın haqqı kəsilmir. Sadəcə olaraq özümüz edirik də qabağa düşmək üçün.
burada nə var ki, ustaya demir ya usta. Biz səndən 5 manata danışmışıq, indi sana 3 manat veririk. Yox. Deyirik ki, elə bir də o qədər adam evini tikir, karkas qoymur. Burada nə var ki, usta da deyir ki, problem yoxdur, mənim usta işim çoxdur. Da mən prosto buranı yaralayıb, başqa işi 5 gün gözləyə bilmirəm də. Yerdə qalan o 2 daşlı özünü sörün ki, da mən gedib başqa bütün işə gidim. Burada heç bir qəvahət iş yoxdur, vallahi deyirəm. Yəni özümüzü aldatmayaq ki, yox. Burada nə var ki? Yəni belə kiçi var, imkanın çatır, 400 manat, 600 manat göndər, əgər imkanın çatırsa, qardaşım. 600 manat göndər, 600 manat eləyir. Yuxarısı da o 200 manat eləyər, zəhmət başlasın. Yəni 600 manat bu işin xərci var. İmkan var, 600 manat göndər, bizə daha yaxşı. Daha yaxşı. Amma yəni sən bunu eləyə bilməyəsən, sənə bunun etməyə imkanın da yoxdur. Amma bu 600 manatı biz buradan sən neçə günə yığacaq, qəpik-qəpik. Hörgü ilə iş qutarmır, gör nə qədər hələ bura manatlar, 1000 manatlar lazımdır. Hələ ən yüngül işi budur. Ən yüngül işi hörgü işi. Hə, yəni nə var? İndən sonra pul gedir, qardaş. Yəni qıraqdan baxıb demək asaddır. Yenə deyirəm, fikrinizə hörmətlə yanaş. Amma biz burada heç kimin haqqını kəsmirik də, qardaş. Fəhləliyini özüm eləyirəm. Betonunu özüm tökürəm də, nə dəxili var ki? Usta da demir ya, ustaya sənin kvadratından bir belə kəsilir. Yox. Alo. Qaqa, o hazır deyil. Hə, sənin qadanam. Nə qədər onu pul elədi? Qaqa, demək 43 manat material elədi. Hə. 7 manatda maşın aldı, işlən 50 manat. Aha. Hə, indi mən də vallahi nə deyim, onun bir dənəsini 2 manata düzəldirsən, hə? 15 manat da ona verərsən. Cəmsi nə eləyir də maşınını zatdı? Cəmsi eləyir, o kişi bir yerdə hamısı 65 manat verir, yarımızdır zaten. 65. Onu elə bir Jigulinin bagajına qoymaq olar. Ha, ne olmuş o? Ne koy maşını? Hə, 1.5-20 santimdə qoymaq olar. Mənim maşınıma yəni qoymaq olar. Hə, lap yaxşı. Qoymaq olar, lap yaxşı. Əla. Sexindədir də o sənin. Ha, deyə qoymuşam çölə. Hə, sabah neçədə açıq olur sənin sexin? Sabahları. Hə də səhər neçədə açıq olursan, mən bura işə gələndə onları gətirməyə görə deyirəm. Hə, bilsən belə idi, elə bəyək Şirxan gəlir, kəndə Şirxandan yollayar. Yox ki, Şirxan hava gəlsə kəndə, ay qaqa. Şirxan bilmirəm, amma Şirxan indi qəfil qaza oldu, getdi. Şirxana zəng elə gəl, çox aralaşmışsa gəlsin 5 manat. Şirxan keçdi və salam. Hə, lazım deyil, sabah lazım deyil o sizə. Hə, sabah ya özüm ya dayı, sən gələndə əgər şey olarsa... Hə, biz tez gəldik. Yaxşı, Sərxan özüm səhər gətirəcəm. Sən bir dənə kart nömrəsi göndər, 65 manatı vurum kartda. O görməyəş, o kart nömrəsi. Hə, bir dənə kart nömrəsi göndər, 65 vurum bura. Oldu qadana. Biz gələndə 7-də gəlir. Hə, problem yoxdur, mən gətirəcəm. Əgər yerləşsən olan belə gətirəcəm. Deməli 2, 4, 6, 4 cərgədə hörəcəyik. 4 cərgə, bir də o 10-11 santı deyir də, düz 12 var. Bir də o usta ilə dəqiq danış. Heç sən qapın qəbrini neçə dedi o? O dedi 2 metr 13 santı deyir, biz 14 santı qoyacaq ki, 1 santı poldu, qalxdı yerdə. Səhər o 1 santdan fərq var, onlar var ya. Oğlum Turasın adından Rəhmandır, 5 manat göndərdi. Bir də görürsən ki, sən 5 manat göndərdim, o gəldi sizə qoyulmadı. Bəli, qardaş, çox sağ ol Rəhman qardaş, gəldi, Allah köməyin olsun, Allah sənin oğlunu Turacı qorusun. Öpürəm, bağrıma basıram, gözəl qardaşım, cibinə min bərəkət inşallah. Qaqa, orada müşar var içəridə, ged onu gətir. Alınacaq, Emin qardaşın evinə alınacaq meybil. Burada iş dayananda orada alınacaq. Elə nizamlamışıq ki, burada çəkiliş olmayanda Emin qardaşın evinin hədiyyəsini alaq. Elşən İsa'ya, mən sənin fikrinə hörmətsizlik yanaşmadım, əstağfurullah. Hörmətlə yanaşdım. Sən fikir bildirdin, mən də fikrə cavab bildirdim. Yəni burada da indən belə yazmayacağım, neyəcəm, bunun yəni mənası yoxdur. Sadəcə fikrinə cavab verdim. İndi sussam da dəqiqən neşən fikrimə cavab vermədim. Yaxşı, belə nətər olardı? Sən orada sual yazırsan, fikir bildirsən, mən də reaksiya bilmirəm. Yəni belə saymamazlıqdan gəlirəm də, yəni sənin fikrini oxumuram, səsləndirmirəm. Yəni mən də deyirəm ki, yəni burada biz bunu manat-manat yığırıq. Yəni 600 manat pul az pul deyil. 600 manat az pul deyil. Əgər biz 600 manat buradan nəyisə qənaət edirsə, deməli bu bizim xeyrimizədir, əzizim. Əlbəttə mən də istəyərəm ki, dünyamın Məhərrəm dayım
o işi də görsün. Amma bu tərəfdən də fikirləşirəm ki, hələ mənə belə 600 manat çox lazım olacaq burada. Otqa sən Bekərəylə vurulmalıdır, divdən kəsikir elə. Hə, kəs. Yedi Güzel gün yolda bu. kırılır. Hə, Sen taxtadır. bu belli şey bu bizim aile. Belli şey tarafımızın sayesisi. Prosto. Ben hocam. Sen de ne başlayalım? Bu dedi. O niyə kəssən isə? Hə, hörgü gedəcək. Baxın da hörgü. Allah köməyin olsun Rəhman qardaş. Allah köməyin olsun qadınlara. Salam Muratxan Quliyev. Salam, xoş gördük. Xoş gəldiniz. Vur qırılsın o. Vur qırılsın, kəsin vur qırılsın. 500 rubl Rəhman qardaş yolladı oğlu Fıratın adından Səfərətin evinə. Nərgiz Əliyeva, xoş gördük, xoş gəldiniz. Tamam Beşer. Tak sana ne yok. İşte koymayın efendim. Qoyur, eli bu qarısı dursun da ehtiyac olar, dola bilər o bir tərəfə. Yok kartuz derste göstersem bir de derste de ona. Salam Mirqəfər əmi, salam, xoş gördük, qadası, xoş gördük. Allah köməyin olsun, Seyid Mirqəfər əmi. Allah sizdən daimi razı olsun. Allah sizi böyüklükdən eksik eləməsin. Qadan alaram. Buyur əmisan, yolladım. Qadanam, yolladım. Çıxardım da. Gəlim də. Hayır, nazikdə istəyirdi. Yürək. Bu daimi istəyir. Daimi, sigaret bundan çəksən, səfalıqdır mı? Şey, ballı deyil o. Ballı sevmirsən? Hala qoyur, Kenon gətirin. Şey on kim çəkir? Hə, lazım da sigaretim var da dursun. Gələndə. Hə, qoyur da, şey o. Gələndə çəkək. Çox sağ ol, Mətanət bacım, xoş gəlib, səfa gətirmişsiniz. Gözəl bacım, dəyərli bacım, canlımıza xoş gəldiniz. Kimi rəyin oxuyun? Rəyi oxu. Erşən, oğlum, əgər özün gətirəcəksənsə yol pulu verməlidir. 7 azəyin. Başa düşmədim, zinyət dedi. Yol pulu kimə verilməlidir? Bəlkə bir qonu deyil. Yox, özüm gətirəcəm, yol pulu kimə verməliyəm. Ha? Sən gətirin bəlkə bilmirlər, ona görə deyirəm özüm deyirəm ki. Yox, özüm gətirəcəm, zinyət dedi. Yol pulu ehtiyac yoxdur. 65 manat usta ilə materialın puludur. Verməlidir. Usta yol pulu demişdi. Hə, versən. Yox, 65 manat cəmisi pul elədi də materialla, zəhmət haqqısı. Yol pulu da verilməyəcək də özüm gətirəcəm. Sabah öz maşınımla gətirəcəm.
Mətanət bacı sizləri salamlayır. Salam, salamlar. Afət, çox sağ ol, minnətdaram. O gün Mətanət bacı rəydə yazıb ki, kaş imkanım ola, Elşən qardaşa pulu deyəm, bağ evi tikə. Dünyamın, yəni sizin komanda ilə, sizin əlinizlə tikilə bağ evi. İnşallah Mətanət bacı Allah qismət eləyər, o da olar. Yer çox dəqiq və səliqəli, keyfiyyətli iş görürsünüz. Bir dənə mənim qiymətimi verən olsun. Sağ olsun. Ona görə də pastayam onu mən həmişə. Gülür, sənin hörmətin yaxşı idi, daimlə işləyəndən sonra hörmətdən düşdün. Daim elə bir səni deyir ki, fəhlədir, bu ha vaxtdan usta olub. Elə tək elə. Bu elə mənim hörmətim elə şey götürsün. Sən çox istəyirik, dönür. Onu Mətanət bacı edin, o bilər. Çox sağ olun, Nizami Həsənov, çox sağ ol, Şirbə. Gürmə sadım o. Hoppa dana. Bax, məni hissləndin ha, kubi kəsəcək. Canlımızı bəyənib, efirimizi bəyənin, əziz dostlar. Başına dönəm, o stollar verdən var. Oğlum mühəm görmək, gündür. Elə. O stol olursa bağıqda olar. Özüm də götürəm Zaxovla sahibir. Hı? Özüm də götürəm Zaxovla sahibir. Niyə Zaxovla sahibir? O biraz ərzsin. Müdür adam durub stol götürməyəcək. Hı? Müdür adamam, durub stol götürməyəcək. Hə, də yaxşıdır, nə abi? Bunu da bu. Ay seni qurban ölüm nə deyirsin? Allah saxlamışım, bəhsəfləşmək olmayaq. Allah saxlamış bəhsəfləşəndə iskor olur da iskor. Başıma gələn adı qaymam olur. Görürsən də nə deyirlər buna? Axşam Sumqayıtdan bir qonaq gəlib, dayı. Allah canım. Yar axşamına. Nəysə stolda oturanlar məndən danışır. Deyir ki, nəysə mənim sağlığıma dedilər, götürün bunda Elşən müəllimi sağlığına vurağın. Nəysə qaldırırsınlar. Qonağa deyir, tanırsan Elşən müəllimi? Deyir, yox. Deyir, nətər Elşən müəllimi sən tanımırsan? Deyir, valla tanımıram. Deyir, Elşən müəllim 20, neçə dənə deyir ev tiyimisən? Deyirəm, 26-cını tikirik. Qonaq deyir, hə Allah əlinə qoluna qüvvət versin. Evi sən tiksən? Hə, dənə yoxdur o balaqəşər matar, silesar o qabil. Deyir, tihmirə bu usta deyil, bu tihdirikdə cəmaat kömək eləyir. Bu da işin üstündə durur. Oğlan gürür, deyir, də mənə şeyə salırsınız, ələ salırsınız. Deyir, yoxuz sən o. Deyir, sən ol vurmayın, təzdən qabil deyir ki, sən papayın görüb. Neçə evdir, birdən deyirəm, toba 26-cını tikilir. Dedi, faktördə, bu yalan nə da? Hamısı çəkilişən o şeydə. Alım Allah'ın Bəli, bəli, hər ikisi gözəl iş görürlər. Bəli, Samayə nənə rəhmətə gedibdir. Allah rəhmət eləsin. Amin. Allah ölənlər hamısını verir. Yeganə xanım, salam aleyküm, xoş gəldiniz. Xoş gördük. Dəstəyimizi, köməyimizi göstərəyin qardaşlar, bacılar. Kimin nə imkanı çatırsa maddi tərəfdən dəstək göstərəyin. Görsən möhkəm daş olanda dönüş, nə rahat kəsilir. Hə, balkan arabası oranır. Amma o gilli daş olanda pul olur. Pul olur. Hə. Bax göz qaçır. Əlbəttə ki. Gəlin dostlar, gəlin qardaşlar, kömək göstərək, yardımcı olağım. Rusiyadan yardım etmək üçün əlaqə nömrəmiz ekranda yerləşdirilib. Biz bir bank kartımız var.
istədiyiniz məbləği kartımıza yollaya bilərsiniz. Köməyimizi, dəstəyimizi əsirgəməyəyim. Əziz dostlar və qardaşlar, köməyimizi, dəstəyimizi əsirgəməyəyim. Çox sağ ol, Rəhman qardaşım, Allah köməyin olsun. Sakit qardaş, mətanət bacı, sakit qardaş bugün göyn olan bir əməliyyatını həyata keçirdi. Super, gözəl, 3 kilo yemək pişirtdirir. Suyu, soku, şirniyyatı, tortu, meri, meyvəsi, pomidoru, xiyarı, ustaların sigareti. Sakit bugün minimum 150-200 manat, 150 manat raskod ediyor. Ay qaqa, palç verin mən. Falçı! Yavaş yavaş İstanbul İslam məni. Tez elə. Çoçki yazır. Gönüş qalba tez-tez qırmızı ışıq yandı, ben yandım. Yox, mən gözləyəm çox deyilən, heç yaşlı ışığa da vaxt yox. Allah'ın olsun tonu. Önce 5 aydır mən razı görürüm. Korona. Görsən atalar nə deyir, sənətkar, günortaya qədər acı qalar. Usta da var ki, illə iş tapdır. Əgər işi, sən demişik, kişi kimi istəyirsən. Deyirsən, mən deyir, hər üstlərim dolanan deyil, indi bəlkəm değişdireyim. Amma deyir, sağ mən çepə tapanmadım. Daha fırladım ki, səndən dalaşam dedi, mümkün olmadı. Gəldim ki, ərim məsələn, bir daş çıxartmalısan buradan, Pednoska ev var idi. Bir daş buradan çıxartmalı, ikisini çıxartmışsan. Deyirəm neysə, deyirsən ki, sən nə dərdinə qalır. Sən çıxartsan mən. Sənin yeganə bir dənə minus səhətin olsun, kələmdə olmaz istəyirsən, demək. Kələmdə olması. O günlərimi yedim, yox. Yoxsa səndə yedim, o məni yedim, mən onu yox. Salam Günlar xanım, salam, xoş gördük, çox sağ ol, var ol. Sağ ol, mətanət bacı, Allah kömək. Yemirəm, amma yemirəm onu, ya da özüm yekə tutmuram, bir maps təsir edir. Hədə yəni verək. Ya yeyəndə, dərdi yersin. Bax, buranı o günlərim 3 dənə dolmayırım, getdim evdə ki, yemək yəyəm. Şey eləyə bilmirəm. Yüzük tədbiri hazırdır. Yox, deyəndəyim arasını doldura qədər. Gözdə yeməlidir, sən harada nədə qızdırdılar? Közün üstə, mangalda közün üstə. Bunun ayrı dadı olacaq dünyanın. Kələm dolmasıdır. Ne kələm, badımızın 3 bacı dolması. Sonra qovurmadır, marasından qovurmadır. Bugün elə bir bayramdır. Bugün bayramdır. Bir dənə papaq yoxdur, bir dənə papaq. Novruz bayramıdır, Yenil bayramıdır. Yenil bayramıdır. Yenil bayramısı, onda yine şampanımız var. Sən də direktörün yerə söz danışsan. Şampanımız var mı bəs? Yenil bayramı, başa tutsun. Sen arada bir olur değil senden. Hadi bu son vaxtlar. Son vaxtlar kadar daha iyi geçsen. Allah sever. Ha bildim, koy görüm. Vay Serkan, sen o hesabını bir de çek qala. Ay qaqa, bax, dikiş manat material elədi. Hə. 7 manatda maşına vermişəm. 50 manat o elədi, 15 manat o, 65 manat. Hə, yəni o 7 manatı materialı bazardan sexə gətirən maşına vermirsən də sən. Hə, qardaş, Rafaeləmdən gətirdim. Aydındır, tamaşaçılar... Kağız oradadır, götürəndə sərsədəmə verir. Ha bildim, indi başa düşdüm də mən. Yəni 7 manat vermirsən ki, onu gətirib sexə. Bəli, 43 manat o, 7 manat o, 50 manat, 15 manat mənim əlimdə. 15 manata zəhmət haqqın. Aydındır qadınım, aydındır. Bildim, Fərqanə bacı, oxudun və başa düşdün.
Aydın oldu. Davay qazanalım. 7 manatı bazardan sexa materialı gətirən maşına verir. Hərdən material aldı. Aydın, tamaşaçılar elə başa düşür ki, bura gəlməyə, bura gətirməyə 7 manat deyir. Bəh. Sağ ol Sevinç, sağ ol Sevinç. Nə gözəllik var burada. Gözəl izləyicilər, göyn olan bir əməliyyatı nə gözəl imiş. Bax budur Sevincin, bu günlərim Sakidin, Sevincin bugün açdığı süfrə. Bax budur. Allah ömür versin. Qaz da gəlmir deyə mangalda yeməyimizi qızdırırıq. Sanki bu yeməklərin ağzına tamaşaçılar görsün. Bəh. Nə gözəl. Bozbaşımız bir tərəfdə, dolmamız bir. Badımcan deyən yoxdur onun. Var, atladı, yığmışlar. Badımcan. Qazan balacadır deyil. Hələ bir də var yemək. O nədir bəs? Qızartma da olur. Hə, vallahi halal olsun sizə. Vallahi halal olsun sizə. Əysən sizə, əysən. Kaş tamam borcunu sizin kimi qaytara bilək. Yavaş. Qəşəngdir, gözəldir. Gözəl izləyicilər, möhtəşəmdir. 202 nəfər canlımızı izləyir. 202 nəfər canlı bizi izləyir. Duz da yolla, duz. Vergisi verənə şükür. Oradan adi su deyən geçmiş. Ondan yok peki bundan. Frukto gibi İş güzel insan. Hiç. Onun için benim kulağım tepedir. Yalandan üstün bəzəydi. Çalxıladı onu her. Efiri bəyənək. Fərqana bacı, xahiş edirəm, çox oxuya bilmirəm əzizim. Yazdığınızın hamısını oxumaq mümkün deyil. Biraz bunu zəhmət olmasa nəzərə alın. Ay yaşa, gözəl. Sağ ol qadan al. Əlaqə. Fərqana bacı deyir, sakit Sevinç, çox sağ olun, süfrəniz açıq olsun. Çox sağ ol. Çünki həmi videonu çəkirəm, həmi də canlını rəylərə çox diqqət yetirə bilmirəm. Təklikdir, ona görə biraz üzürü bilir, həm də nəzərə alın, zəhmət olmasa. Fərqana bacı təşəkkür bildirir. Sevinç və sakit. Sen gel yok değil mi? Bunu çaxırı gəldi. Bax dünyamın, bu oldu badımızdan pomidor dolma kebabı. Ha, bax sonra demək ki, mangalda gəlirsə. Qaqa oradan getsən gələ bir yaxın. Salamasın da salam. Ne bir, 2, 3, 4, 5, 6, 7. Bundan başqa yemək var mı? Sənin bu əl qəbiliyyətini, sənin bugünkü hazırladığın bu gözəl Svet var. yeməklərə Olmaz bir nəfər canlı baxır. O mu iyiymiş ya? Ha, narahat ol. Can Semit, var ol. Allah ruzunu, bərəkətini versin. Qarşısında bir dənə ürək açsın. Allah köməyin olsun. Sağ olun, Fərqi. Başınız hər zaman uca olsun, inşallah. Bazı yan yana. Təsəvvür ki, balaca qılsalı gətirmək. Gül yana. Ay, çəkib bizim burada. Mən də mahnı oxuyuram. Obyektə sonra. Mən də mahnı oxuyuram. Özün bura bilir. Həmin ləylə. Yeməmək sanki elədi ki, imtihara çəkdir. Dinə saatini çəkmişsən. Bismillah. İşini bilən adam belədir. İşini bilən adam belədir. Bak sen gel getirmedin ben bunu. Gətirmişəm daha, gətirmişəm. Sağ ol. Möhtəşəmdir, möhtəşəm. Yetişim. Döyğanımız stolun içində. Içində bir kasa döyğ olmaz mı? Ya olmaz, olmaz. Sonra deyirlər dünyamız dolma yemir. Niyə yemir? Dolmadan dolmada fərq var. Dolma var kənan dolma. Dolma var sənət dolma. Pələngi də yemirsən sən. Yox, yeyirəm. Aynen sen gel bir. Kefili bəyənək, kefili paylaşıb dəstək olaq. Bu cəsarətin məharətidir. Gözəl izləyicilər, bu cəsarətin məharətidir. Nuşucanlıq.
Ne güzel imiş bu göyn olan bir əməliyyatı. Başa düşərsən Aygül. Göyn olan bir əməliyyatı həqiqətən də gözəl imiş əziz dostlar. İbadə oradan dozu qaqa. Ha var var. Var, gətirin. Var qadan var. Göyn olan bir əməliyyatı ne gözəl imiş. Bir mesaj. Ne vermek Et onun da şeytan. Like verən yayım qalsın. Şimdi tutar. İbadətə getdim qaqa. Qadan ay var. Var, Mustafa. Sen iyi misin? Evet, o sokulardan, pantadan sözler ediyor. Gözüm var. Yüreğimde kaldı. Dəstək olalım. Dostlar və qardaşlar maddi dəstək olalım. Hamısı sen, hamısı sen. Yaş da ben. Yaşına razı var. Ne kadar? Yaşına razı var. Hamısı sen, yaş da ben. Sakit mal əti qoyun. Malət. Dəqiq olsun. Hə, biliyorum. Ayşənəm, Allah. Nerə səni? Ayşənəm, vallahi haqqı malət. Çıxıb birdən yəni Hayır, qoyuna bax. Allah hakkı yok Malat. Qoy atalım. Ay fantasiyonun sayısı başqa su. Fanta. Hı? Fantasiyonun başqa. Ən nə oldu olsun Fərid. Öyle bir de koyusu olur. Sen nasıl görüyorsun? Kampot da var da kampot süs. Ha, kampot adam çöktü. Yox, fanta. Kampot adam çöktü. İşte kampot. Mesela bir yazıb ki, dünyamın ustam. Mənim pişirdiyim kərəm dolmasını mən də yeyərsin. Çox razı pişirirlər. Kim yazdı? Mesela Metanet bir şey. Bacım ne pişse yerim ben onu. Çünkü Hə, bu yemirəm, boyda, salatla yemirəm onu. bu boyda komandada bir tane ben Vaxtı tərəfini yoxdur bu saxlayamam. qat şey, dolmanı. Yiyərəm ya abi, niye yemirəm ki? Yeməklər prosto ama ne bileyim hərə bir cür. Ama pis təsir edir. Onu yeyirəm. Allah hamd olsun evdə pişəndə, mağazda yeyirlər ki, ya da ki. Qəzərəm, sağlığınız yoxdur sizin? Heyvanlar dalaq. Ne qədər səbodan çıxıyor o dağa. Aytobadan. Ölmüşdülər, getdi. O biri dünyanı gördülər, gəldi. Deməli, o ucundan ağrı çəkir. Deməli, sadə deməyə qıvrıyır. Dili var Dili biyabır günlər. O direkt sinirlerden düzelttim. Doğruluk da ne? Arkayı yiyor. Rus adamı yok bir şey yok. Ha, kohumun ne olsa sarar. Ha? Tahir necə oldu? Şey, Tahir yetti kalsın güne. Neyse yok o tuttu. Qalsın kim belə getdi? Adam. Nürcəran Qasımdadır bura. Bəli, eli topa var, topa. Zek geldi yetti. Nazar kişi var. Bunun iki adı vardı. Ha? Tahir Qasım. O Marif Kayın orada hamdüstan adı olan kimi. Bilmedik nedir. Rahab deyirdik, şey deyirdik. Rahip deyirdik. Rahib. Ha? Rahib. Rahan, Rahip, Qəbəş Kamal. 4 tane adı var. Bir dəfə balaca vaxtı Dünyamin, Rahan, Dəyanət sinməyə gedilər Ağalı körpüsünə. Mən də kəndisindəydim. Kimsə məndən dönüşü ya Rahanı ya da Dəyanəti soruşdu. Yəni bu üçündən birini soruşdu məndən. Dedim deyə dönüşdü, bəbəşdi, dənişdi. Getdilər çimməyə. Arka baba boyuyor vurup ya da gezip şimdi. Evli uçak.
5 addım gedir. İndi görüm göndərə bilirsən dükkana hansısa Mən birisi. üzə Üzünə bilirlər qayıdır. ki, indiki uşaqlar üzə bilir. Mən 3-də oxuydum kanalda, Qarabağ kanalında. Hemen bir de bu olmuş ne kanal. İndi uşaq var, 50 dəfə göndərdilər bizi dükkana. İndi Allah görüm var bir eləsin. dənə. Allah şükrən açıq eləsin. Amin. Allah qazancını bol eləsin sakit. Amin. Balaların xeyir işində, övladının xoş günündə inşallah. Süfrə başında oturaq. İnşallah. Oldu niye ben? Yedim Allah var eləsin. verim ha. Sağ ol Sevimiz, əllərinə sağlıq. Allah qazancınızı bol eləsin. Nə yedin ki ya? Yedim. Normalmi yedim da. O yemək deyil valla. Allah var eləsin. Çox yeyəndə sazı çala bilmir. Ey daim düz deyir. Sazı sinəsinə adam Yox, sala həm bilmir. şökəli, həm də axşam bunun Hələ axşama bir dünya var. Sazı çaldıqca həzmə Axşama girir. bir dünya var. Çörək ye. Burada deyir hər şey var da mandalina zaten. Hərəsindən bir şey. Güzel ne yediyiz? Axşam nədir? Saat Əslində mən burada yemək yeməməliyəm. Qanundan yeməməliyəm. Səhvim O var. gün gördün izləyici yazmışdı. Çox söz, çox söz. Utanmırsan, ölüb yerə girmirsən, xəcərə çəkmirsən, gedib orada çörək yersən. Elə onu yazan özü elə günə qalsın. Çayını süzürüm sənin. Yox, meyvə yeyirəm mən. Yoxsa meyvəyə dəyməyim. Hayır yox. meyvəyə dəymir. İbiş mənim yapsaqlarından ya. Gələn kimi əlini birincisi silib, əlini atıb şeyə, almaya. Hatta ki əlinin üstündə belə vurub, görməm də salmaq deyir, o sən kimsə nə qədər qonaq salar, yola salır. Bu görmək üçün, yemək üçün gəl. Sırqada vermək üçün. Suyum var. Suyum var da. Çəkəlirlər. Çox dizibək quşlardır. Ha? Çox dizibək quşlardır. O boyda. Yardımcı olağın, dəstək olağın qardaş Onlara bacılar. heç olmadı. Kimin imkanı gücünə el çatır, dəstək olağın. Allah sizləri var eləsin. Bacı bura adi su qoydu içməyə. Yaşları, get qalxın, xanım. Uşaqlar çörək yeyir. Uşaqlar məktəbdədir. Bir dənə qəmərlidir, bir yemək verəcəm ona. Bir dənə uşağa arı qoydu. Ya şu sen ödeyim. Ben var. Sen de bu mangalın başında yiyip çekilişten de. Ha yok kuram. Ay kuram. Çekilişten de o yemiştim. Nəyə qadına? Yemirə qoy bura. Yeni gələnlərimiz dəstəyimizi göstərək, köməyimizi göstərək. Zafmayla onun arası yoxdur. Uşaqlarla xoş yer. Panyatlar uşaqlar alırdı. Yalandır. Yeni gələnlərimiz dəstəyimizi göstərək, yardımcı olağın. Can, Marif qardaşımı salamlayıram, Sapojnik qardaşım, xoş gəlib, səfa gətirmişsiniz. Allah sizi var eləsin, Sapojnik qardaş. Allah səni eldən obadan əski eləməsin. Aleykümselam. Salam aleyküm, Samir Qobulu. Salam aleyküm, Samir Qobulu. Aleykümselam. Qoyun bəs. Qudursun arası olsun. Sən məndən yaşlı hardasa bu 26 var, 14 yaş baladır. Bilirsən də nə demək istəyirəm? Hadi yanından indi bunu... Maşına qoyun. Hə, maşına qoyun. Evdə Aysuya elə deyirəm, Qurandan bilirsin. Deyirəm Aysu, neçə yaşın var? Deyir, ayaqda bilmirsən, neçə yaşın var? Deyirəm, gör səndən mənim yaşım var. Deyir, sözünü denəm.
Deyirəm bir dənə çay gətir. Hə, birdən elə bir, qəsdən deyirəm ki, bax Allah, zalda sat sallam. Qapını da örtürəm ki, şöyle səs çağırıram. Ay ev yer, say yersin. Nədir? Deyirəm ki, tez olun canlı çıxsın, bana bir çay gətir. Ay qoyaqda, sağ nə olub bu gün? Deyirəm elə deyəndə biraz özümdə seyirlər də. Hə, sən də qəfildən yerdən götürmədin, uşaq görsən qorxur. Deyirəm, nə oldu sana qəfildən? Çıxam yerə çıxayım. Ya sən bilmirsən mən göz götürmürəm, sən də gətirəm bir dənə çəksin. Allah sağlam iş Yox, sən bilmirsən göz götürmürəm. Nuşi canlı, nuşi canlı. Nə çatmır da, nə qulluq eləyim sizin stola? Stolunuzda nə qulluq lazımdır? Hər şey var, hər şey. Özüm ölümü ürəklə deyirəm, Allah haqqı. Nə lazımdır, Nuş, gətirin. Heç nə lazımdır. Otur sən də ye. Yedim, mən Allah bərəkət versin. Ən xoşladığım şey badımcandı, onu da yedim. Mənim də ən xoşuma gələn sozlu, onu da yedim. Allah pişirən də, qazananda canı sağ ol. Amin. Bizim evdə həmişə dolma pişəndə badımcan dolması. Deyirəm, nə olar, onun üstünə noxud da vurumdan ha. Ya bəhanə edirlər ki, noxud yox idi. Ya bəhanə edirlər, noxudu alıram qəsdən. Ki, həmişə deyirəm ki, dolma pişəndə üstünə noxud vurun. Ya deyəcəklər, tələsiydi, gec idi, noxud gərək qaynayır. Sonradan aydınlaşdırmışam ki, sən demə, evdə noxuddan xoşu gəlməyənlər var imiş. Nəysə, xoş deyirəm da, badımcan dolmasının içində noxud olanda. Badımcan dolmasının dadına aparır noxud. Noxud? Ayrı tam qatır. Nə bilim deyiş, mənim xoşum gəlir. Yox, çox yerdə pişirilir. Hər evin özünün pişirmə qaydası var. Vallahi dədə babadan Bizdə onun içində olmayandan da mən şəxsən nəsə gözləyirəm. Mən heç xoşuma gəlmir. Noxud olmayandan mı? Yemirəm. Olmayandan mı? Hə, noxud ona ayrı bir dad verir dünyamı. Ayrı dad verir, demirəm vermir. Amma da dolma dadı. Hərənin seronu hərənin bilir. İndi adam var ki, 3 bacı dolmasında heç vaxtı şey yemir, badımcanı yemir. Amma mən naburut badımcanı yeyirəm. Elə bir insana elə normaldır da, bir badımcan, bir pomidor, bir üstü. Yəni normal adamı doğurur polun üstü. İndi birdən bəlkə ac olanda elə bir yeyirəm, görürəm yeri var, davaqqa istəyirəm də deyirəm badımcan qoy, ha, babasından qoymur. Çox artımlı yemək. Düz əti çox aparır. Bax elə bir, bizdə dolma pişəndə evdən deyirlər ki, hərəsindən 6-6. Hərəsindən 6-6. Gedirəm, Rafa deyir, 6 istot, 6 badımcan, 6 pomidor. Qardaş, gün ortada yeyirik. Bax, and olsun Allaha. Axşamda yeyirik. Sabah da var. Gecə saat 10-da, 11-də birdən aciləm, deyirəm yeməyə nə var, deyir dolma var. Şirəşirəm ki, bunu qardaşım, 4 nəfər hərəsi bir-bir yeyəndə nətər çatır bu. Artımlı yeməkdir. Ümumiyyətcə, hər bir yeməyin özünün pişirmə qaydası var. Yeməyin ümumiyyətcə pisi yox. Ümumiyyətcə sozdur, dolmadır, baxıb badımcan dolması. Onlarda hamısı noxudu çox xoş deyirəm. Yəni yeməyin pisi yox, yeməyi pişirməkdən hər şey asılıdır. Almaz bibinin məsələn pişirdiyi yeməyə yeyərsən, almaz bibi. Nə pişirsin də adi kartuşka qızarsın, dadından yemək olur. Mən yemişim. Hətta ümumiyyətcə deyirəm. Adam da var, bir dənə cöngəni kəs, yarı şaqqasını onu elə şəkildə pişirir, bacarmır da, yəni söhbət onunla gedir. Sakit, Marif qardaş deyir, Allah qazancına bərəkət versin. Sağ olsun Marifəm, Allah canını sağ eləsin, Allah balalarını xoşbəxt eləsin. Sen danışmaq istəsə ekranı belə çevir özünüzə tərəf danışın. Gözləyim. Bunun elə bir Marifən zadından danışın, özünüz bir geçi. Danışın. Mən də burada Marifənin salamlayıram, Allah onun köməyi olsun. Nərgiz bacını da salamlayıram, bütün böyük ailəmizin Allah köməkləri olsun inşallah. Mən də burada Marifəmi salamlayıram, Allah canını sağ eləsin. Allah var eləsin, nə yaxşı varsınız. Bax, varım burada da. Allah köməyiniz olsun. Gözəl, nə durmuşsan orada? Ha? Nə yaxşı böyük ailəmiz var, nə yaxşı sizlər varsınız. Hər biriniz. Allah başınızı eləsin, sakit. Ona verin yesinlər, ha, ay bacı. Biz yeriyor da bizə baxır, qadanır.
Hə, Təranə bacı, sənin pişirdiyin çorbanı Niyə qızartmasını and olsun Allaha, Təranə bacı. Sənin pişirdiyin çorba qızartmasını hələ heç kim pişirmir. Elə on qoyun qabağına. Hələ indiyənə qədər mən elə dadlı çorba qızartması yeməmişəm. Hə, on qadına. Möhtəşəm, möhtəşəm. Bir Günlar bacının çorba çırtmasını, çorbanın Günlar bacı nətər çırtmasını pişirsə kartofsuz. Dünyamı. Burana and olsun. Günlar bacı yoxdur, Əlaqa qardaşın yolda. O çorbanın çırtmasını pişirir kartoşkasız. Soğanla nətər qoyursa dayı, soğan onun içində yox olur da. Hangi onu seninle qabaq görüb? Yəni elə bir loğmanı batı, bir dənə çörək ye. Su dönsün. Amma Təranə bacı onun qızartmasını çox gözəl. Yox, Sen yox, evvel kalanı yemin yemeğini hiç pişire bilmez. Batı. Bunlar su qadına bu tatlı. Böyle. Günlərin mamasını, Bəli. elə mi? Sana bir. Evet, Qohumuz geldi. da. Evden çıkıp da o evden çıkıp. Kalamın elinin altından çıkıp. Ala qadını. Baba, az süzürəm. Xoşuna gələrsə doldurarım. Ye qoyuram bura. Nuş olsun. Gör xoşuna gəlsə doldurum elə iç. Yaxşıdır. Qadəf suyu əsas odur. Vur bədənə, sənin yeməyin, Şey geldi. sənin yeməyin hamımızın megabayt. yeməyindən irəlidir. Hı? Sən yeməlisən. Aha, 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 aha. Oho. Biliyor biri. Bak o, dondu sen Allah. Vaxtı qutardı ya 3 saat. Ben nə yaxşı eləməmsin ha? Yadım olmaz. Nasıl nömrədir? Nar nömrədir, bu görüm. Təzə nömrədir. Bir bax, sən bilmədiyin nömrədir. Sən bilməzsən, səhərin şirin olur. Hə. Bir bax gəl. Nanda. Bir bax, yalnız. Söyləsən də xoşum gəlirəm, gəl tutumsan bölüm. Olar şey gelmez. Ne olur nə də? Deməyinə baxın, çox süt. Kimi? Hə, sən çoxsun. Hər gün sən burada olmayanda da səndən danışır. Hər gün. Hə, deyirəm Allah saxlamış. Allah saxlamış deyirəm burada olsaydı, biraz adam baxım verirlər hər zaman. Çox yox açılsana. Nar nömrəni də görüm. Rəngi də öz götürəcək. Nömrəsi var mı? Hepsi yok. Hazırdır. Gittim he. 3 saat hazırdı. Sağda bax. Deməli, yazın bura. Ya onsa da bundan sonra canlaşdırmayacaq ha. Elə vəsiliyə bu. Yenə də yazaq da qala. 13 15. Allah saat çox. Harçlarını qaldı. 15. Yaman yedim. Al xoş. Ya Allah'ım. Əziz dostlar, sizlərdən bir dənə xahiş edirəm. Bakıda yaşayan qardaşlar, bax Bakıda yaşayan dostlar, bax bu gördüyünüz pastavkanı Bakıdan almışım. Yəni Bərdədə yoxdur. Bir heylə gəzirəm yoxdur. Bax diqqətlə yazısına baxın. Bax sizə qurban olaram. Bunun ən böyüyünü, bax ən böyüyü. Bax diqqətlə baxın. Bax diqqətlə baxın. Bax iminli voy. Bax bu vəziyyətdə, yəni bunların bu böyük qılçasının bir dənəsini kim alsa, desin kartına vurum, onun pulunu göndərim bura. Yəni Bərdədə yoxdur, Allahın adı haqqı. Var balacalarda, bax imenli bax bundan. Diqqətlə baxın yazsınlar. Bax. Bax bunun bir dənəsini sizlərdən xahiş edirəm. Bax kodunu da deyirəm. Bax bu da kodudur. Bax bir dənə bundan dönə xahiş edirəm. Bakıda olanlar. Kodu neçədir? Alın denələşən qardaş. Bax bu qiymətədir, yol pulusuna qədər. Vuracam onu göndərin mənə. Dönə xahiş edirəm. Bax burada da görürsünüz tarazı var. 22-25. Hə bax bundan bir də bu sıradan çıxır. 2018-də almışam. 2018-ci ildə almışam. Bax lenta ilə bağlamışam. Neçə yerdən qırılıbdı. Dönə xahiş edirəm. Kim alsa bax Allahın qızıllı qorunaq pulunu verəcəm. Yəni pulsuz istəmirəm. Bahalı şeydir. Harca bir yoxsa bir 50-60 manat qiyməti olacaq. Rahat bir 50 manat qiyməti olacaq.
Məsələn, yeyibdi, cəsarət çörək yeyibdi qadan alıb. Kim deyir? Məsələn, Nə deyir? cəsarət çörək yeyib. Hamı yeyib, Zəhtanət babacığım. Mən də yemişim, hamımız. Maşallah, Sevincin əllərinə sağlıq. Bu cür yeməyə kim yeməz? Bu cür qızartmanı kim yeməz? Bu cür dolmanı kim yeməz? Bu cür bozbaşı kim yeməz? Hər şey superin superi. Belə ağla gətirməyəcək dərəcədə gözəldir. Superdir. Meyvəsi. Bəli. Tamamilə doğru. Allah başınızı uca eləsin, sakit sevinç. Minnətdaram sizə. Gün olsun balanızın toyunda. Allah'ın izniyle. Allah'ın izniyle. Teşekkür ederim. Falan bir daha siz hoş gördük. Bəli. Tavlarımız da yuyulur. Allah böyük aləmizi qorusun. Sevin xanım, zəhmət olmasa böyük ailəmizə nə söz, ürək sözləriniz var? Allah hər birini qorusun, Allah hər birindən razı olsun. Kim nə kömək edir, Allah min qat əvəzini versin. Amin inşallah. Evet. Sağ ol Aysel, sağ ol. Görmüşsən dərinlik balasında təsvir. Hay ver mənə, sən ametin Heç nə. hay ver mənə, metin Sen bana göre niye? Ölçəbləşdir, nə deyirəm? Mən hesablaşdırıram, mən hesablaşdırıram. Dünyamın əmi. Gəldi içərdən səs ürək qaqam. Dünyamın əmi. Dünyamın əmi. Güzel işlerimiz devam ediyor. Nə deyəsən bizim Allah tərəfindən. Sayıları pencerede gösterilmez. Ha, Niye böyle oldu? elə demə Sen bilər. vuralım hadi ya. Elə demə bilər. Hadi ya sandık olur bizi döverler. Allah sağlamış yardım. Bu da geldi. Yine bize de sen çalışıyor. Nasıl varım? Behire lazımdı, behire lazımdı. Nice. Çoktan da sen çekilseymişsin. Hey. Bax, nə varsa qar elə qəşə düşüm amma. Ha baba, baba. Gül qoydum böyle. Hey he. Tək qoydum. Baxacam aç çəkir. Ha bak bak. Akşam bakacağım ona. Pis olsa. Pis olsa səhər bura gəl. Harda olursa. Hə, buralarda ol belə. Yok diyelim harda olursa. Hə, qurban olduqları buradan da, hə? Hansı kent de olursa. Hə, bu kətdir, amma deyirəm, bu kətdir. Ha. Hə, demək qurban olduqları buradan. Ha. Onda keter. Ben senin kanını değişersin. Qurban olduqları buradan da, hə? Öyle kaçırsın saatte 150 ile. Ha hasta geçen Ahmet. Sonra da Eğer qaçır. hoşuma gelmese çekilişini de baktım. Gəlin əziz böyük ailəmiz, dəstək olağın, kömək olağın. Cəsarət qardaşımızın evinə dəstək olağın. Başıma gələnə bax, haşa. Daha oldu 170 dəfə. 250-yə qalxsın canım. Məsəl üçün, nə mahnı oxuyasan da denən ki, hamı şindirsin lan, hə? Hələ sürprizdir da o. Öyrənliyinin nə oldu deyəcək? Yemle Mansur. Hə. Erbaha. Ərba.
Tanrım, ben öyle sen bir atımlık kartın var. Bir iki anlık vardı. Yok cavabı ben okuyanda gelip Evet, yere de şu ola bu da İbadın okumalı. Yani okumanın başı göz olur da. Evet. Bu da İbad. Üzerine nefere kalsın Allah saklamış. Şu gösteriyor şu. Ha İba. İbadet niye mahmur okudur? Az sonra. İbadet muzikanı niye qəfildən değiştirir? Az sonra. Mama oğlu, Allah saklamış iskıradı, sen haberi yok. Bu, odun kurdun parası değil. Sakalıyorsun. Şimdi de gel yalan diyor. Karabka da İbadın yeni mahnısıdır. Ma yazıp İbad. Sağ ol İbad. Değerlerine sağlık aç. Sağ ol, sağ ol. Allah köməyin olsun. Sağ ol sizin ama. Hamamımız geçen yeridir. Maşallah olsun. İbad balamızda əziz dostlarımız köməyə gəldi. İbad balamız daşı şiki götürmək istəyir, qoymuruq. Deyirik bir-bir götür. Oğuldur da oğul. Bu anam kəhliyin övladları oğuldur, oğul. Oğuldur, oğul. Deyir buradan qoy bura, İbadım qoy bura. Maksud qoy bura. Oğulsan da oğul. Allah sizi qorusun. Videomuzu bəyənək, videomuzu paylaşaq. Əziz dostlarımız, əziz qardaşlarımız. Hər kəsdən xahiş edirəm. Videomuza baxıb qurtardıqdan sonra Rus kartımıza 5 100 rubl, Azərbaycan kartımıza 10 manat kömək göstərin, hörmətli izləyicilər. Bu iş maddi imkanınızın sayəsində baş tutur. Xahiş edirəm ki, yardım əlinizi, kömək əlinizi əsirgəməyəsiniz. Biraz səhərinci qaçıra bilmir. Bu rahat işləsin. Qaçırdasın. Mahsud gələn kimi başladı sürətlənməyə. Mahsudu verənə şükür.
Şampiyonlar, şampiyonlar. Aferin, aferin. Canavarlara əhsən, canavarlara əhsən. Canavarlara əhsən, canavarlara əhsən. Baş simentin ala ala koymadıq evsiz qala. Düz demirəm dayı. Baş simentin ala ala koymadıq evsiz qala. Cəsarətin, qiymətin verdi böyük aləmiz. Ona bu işdə kömək eləyib masalı oğlanları. Dayaq dururlar Gəncənin oğlanları. Əhdə sədaqətlidir Bərdənin oğlanları. Dosta sədaqətlidir Gəncənin oğlanları. Qohma qohum dallıdır Kətər Qaraq oğlanları. Ay cəsarət, bugün sənin şad günün. Bugün sənin şad günün. Dəstək olur millətim, belə olurdu söhbətim. Cəsarət adlı insan, dərdli qəmli bir insan. Evsiz eşiksiz idi, dərdi qəmi çox idi. Elşən adlı bir insan, getdi bir gün o insan. Cəsarətin ünvanına, onun halına yana yana. Gördü yoxdur ev eşiyi, qalıbdır çarəsizdə. Zəng elədi dostlara, dostlar baxdı ortama. Möhtəşəm iş gedir əziz dostlar. Videomuza like verməyi unutmayın. Bu gözəllikdir, bu gözəllikdir. Həqiqət budur ki, bu gözəllikdir. Salça çox var qaqulya. Bəs salam, bugünkü işimiz bax belə. Görürsünüz, Maqsud gələn kimi iş sürətləndirdi. Maqsudu verənə qurban olun. Bayaqdan gəlmir, bunlar yatıblar burada. Bayaqdan gəlmir, Bünyamin nə qədər yatıbsa, indi deyir gözlərim ağrıyır. Gəç çıxar ha. Ay can, Yaxşı səsim var. onu hamı deyir. Yaxşı səsim var. Səndə yoxdur səs. Həqiqi. Allah aşkına oxumur. İbatın səsini batırırsan. Öyle mi sen? O gün İbada 10 manat verdi, getdi verdi sağa. Öyle mi? Gedim əndən gətirim mi? Sen kim olsan qaqa? Gətir, gözəl. İş saat olanda bununla gedirəm. İngiliz işlər. Elə mi? Evet. Maksud. Yazıq deyil. İşin vura bilmirsən? Hə? İşin vura bilirsən? Sən nə biliyorsun? Yaxşıdır. Halal olsun, halal. Eşit, gözəl. Qoçaqlardır, qoçaqlar, bu iş oldu laf əla. Baxım sənin dünyanın bəstə boyuna. Oğluma toy et, gəlim toyuna. Saz qavalla gəlim sənin halına. Bir daxal da var. Mənim ana diyarım, Cəllabadım Cəllabad. Tellərin yan para qız, ay qaşı gözü qara qız. Elə dərdimə çara qız, ay qaşı gözü qara qız. Mən aşıqam boyuna, yaraşıqdır soyuna. Saləməyəm etmə, sənin hatarına. Tellərin yan para qız. Elə qoyma, büyük işimiz də tutarıq. Bizim işimiz tutarıq, siz işiniz yox. Kubik var şəhərə. Hə, kubik vurulacaq uşaqlar. Daşın hamısı vurulacaq şəhəri. Dünyanın onun yerini göstər, hardan vurulacağını. Bilsinlər də iki əziyyət olmasın qadana. Belə, əziz dostlar, qardaşlar, video çəkilişimizi də yekunlaşdırırıq. Canlı yayımımızı da Uca Allah hər birinizin övladlarınıza xeyir işlər qismət eyləsin. Bugün əmim oğlunun övladının xeyir işidir.
İnşallah ki buradan da dərhal gedib xeyir işdə iştirak etməliyik. Özünüzə yaxşı baxın. Allah hamınızı qorusun. Allah elimizə, obamıza, cəmaatımıza hər zaman imkan yetsin ki, belə gözəl xeyir işlərdə, gözəl xeyirxah əməllərdə hər kəsin köməyi olsun. Hər kəs yardımcı ola bilsin. Var olun, dəyərli izləyicilər, var olun, qeyrətli qardaşlarım, bacılarım. Rəbbim sizləri həmişə qorusun inşallah.